Salam əziz abituriyentlər. Bugün mən sizə 2025-ci ilin DİM kitabından olan Interrogative Words and Sentences mövzusunun izahını verəcəm. Testlərinin daha doğrusu izahını verəcəm. Keçən birinci testimizə Choose the correct option. Doğru variantı seçin. Birinci cümlədə is making coffee today. Baxırıq ki, cümlənin mübtədası yoxdur. Deməli, əgər hansı üzvü yoxdursa, deməli o üzvə sual verilir. Fikir verin, cümlənin mübtədası yoxdur. Deməli, biz mübtədaya sual verməliyik. Mübtədanın da sualı nə idi? Who və what. Cümlədə deməli, avtomatik biz heç cümləni tərcümə belə eləmədən avtomatik tapırıq ki, C-dir. Məsələn, deyirik ki, who is making coffee today? Kim bugün kofe hazırlayır? Düzdürmü? Niyə görə A variantı olmaz? Deyəcəksiniz ki, bəs niyə A olmaz? A ona görə olmaz ki, məsələn, deyirəm ki, why is he making coffee today olmalıydı? Cümlənin mübtədası mütləq idi. Why axı cümlənin mübtədasına verilən sual deyil. Onda belə olmalıdır. Why is he making coffee today? Belə olmalıydı. Ona görə də he də burada yoxdur. Yəni mübtəda yoxdur. Eləcə də digər variantlarda da eynidir. Ona görə də A, D, B, E variantları olmaz. Çünki onlar özlərindən sonra nə istəyir? Mübtəda. Cümlənin də mübtədası yoxdur və cavab C variantı. Keçid alağın ikinci testimizə. Sandra works at the theater. Sandra teatrda işləyir. Bu cümlələrin ümumiyyətlə 3 adı var. Disjunctive questions, tail questions and tag questions. Yəni 3 adı da demək, 3 cürdə adlandırmaq olar. Və belə cümlələri eləyəndə əsas ilk nəyə baxırıq? Birinci baxırıq ki, cümlə təsdiqdədirmi, inkardadırmı? Cümlə nədədir? Cümlə təsdiqdədir. Deməli bizə nə lazımdır bu tərəfdə, ikinci tərəfdə? İnkar, düzdür? Bizə lazımdır inkar ikinci tərəfdə. İkinci mərhələ nədən ibarətdir? Cümlənin hansı zamanda olmağına baxırıq. Bu hansı zamandadır? Present simple, düzdürmü? Və sual necə veriləcək? Sandra works at the theater cümləsinə does Sandra work, düzdürmü? Deməli bizə lazımdır does. Does'ın da bizə lazımdır does. Does'ın da inkarı necə olacaq? Doesn't, düzdürmü? Doesn't. Sandra bəs mübtədaya baxırıq sonra. Sandra qadın cinsidir, ona görə də olacaq nə? Doesn't she? Sandra teatrda işləyir, eləmi? Cavab deməli nə olacaq? Cavab D variantı. Cavab olacaq D variantı. Doesn't she? Çünki ikinci tərəf inkar olmalıdır. Bir də baxmalıyıq. Hansı zamandadır cümlə? Ona uyğun inkarlıq verməliyik. Və təbii ki, doesn't Sandra yox, biz onu personal pronounla əvəz eləməliyik. Ona görə she qoyuruq. Doesn't she. Keçid alağın, ona görə də variant D variantıdır. Keçid alağın üçüncü testimizə Sam studies at university. Sam universitetdə təhsil alır, oxuyur. Eyni ilə bu ikinci cümlə kimidir. Deməli, necə elədik bunu? Burada da cümlə ikinci tərəfimiz nədə olmalıdır? İnkarda. Niyə görə? Çünki birinci tərəfimiz təsdiqdədir. Bizə lazımdır burada negativ, yəni inkar. İkinci nə lazımdır? Cümlənin hansı zamanda olması. Cümlə present simple'dadır. Studies, düzdürmü? Buradan bilirik ki, present simple'dadır. Ona görə də cümlənin sualı necə olacaq? Does Sam study at university? Sam universitetdən mi təhsil alır? Onda does olduğuna görə deməli necə verəcəyik? Does negativ olmalıdır bizə ikinci tərəf, düzdür? Does not, qısa forması doesn't. Doesn't Sam oğlan adıdır. Ona görə də olacaq nə? He. Doesn't he? Eləmi? Sam universitetdə təhsil alır. Eləmi? Variant is E. Variant is E. Keçid alağın dördüncü testimizə. Dördüncü testimizdə they will have dinner together. Onlar bir yerdə şam yeməyi yeyəcəklər. Bir yerdə şam edəcəklər. Bu cümlədə əsas köməkçi feilə baxmalıyıq. Əsas köməkçi feilimiz will'dir. Ümumiyyətlə bu cümlə gələcəyin bitmişidir. Yəni future perfectdir, amma biz əsas will'a baxırıq. Biz bilirik ki, they will have dinner together cümləsi təsdiqdədir. İnkar necə olacaq? Won't. Biz bilirik ki, will'in inkarı nədir? Won't. Düzdürmü? Sonra mübtədamız nədir? Mübtədamız da they'dir. Doğrudurmu? They olduğuna görə burada da they qoyuruq biz. Won't they? Yenə də deyirəm, eyni ilə bu cümlənin birinci nəyə baxırıq cümləni eləyəndə? Baxmalıyıq cümlə təsdiqdədirmi, inkardadırmı? Təsdiqdədir, düzdürmü? Will təsdiqdir. Bizə nə lazımdır? İnkar. Axı ikinci tərəfə inkar qoymaq lazım. Tag questionsda. Qoyduqmu? Bəli. Bura bunu yerləşdirdik. Sonra ikinci mərhələmiz nədən ibarətdir? Baxmalıyıq cümlə
hansı zamandadır. Zamana baxmalıyıq. Zamanımız gələcək zamandır. Ona görə də elə want-dan qoyuruq. İkinci bir dənəyə baxırıq. Mübtədamıza. Mübtədamız they'dir. Elə mübtədamız they olduğuna görə they də qoyuruq. Want they. Cavab C variantı. Cavab burada nə olacaq? C variantı. Dördüncüdə. Keçid alağın 5-ci testimizə. 5-ci testimizdə has been signed by the manager. Manager tərəfindən imzalanmışdır. İmzalanmışdır. Mübtədaya sual veririk. Mübtədaya sual verəndə who-dan və what-dan istifadə edirik. Burada deyə bilmərik ki, kim imzalayıb. Heç burada who da yoxdur. Deməli, nə imzalanıb manager tərəfindən? Çox güman ki, hansısa bir agreement-dir. Ona görə variant is E. What has been signed by the manager. Manager haqqında, manager tərəfindən daha doğrusu nə imzalanmışdı? Ona görə də cavab E variantıdır. Keçid alağın 6-cı testimizə. 6-cı testimizdə quarrel with birlikdə gedir. Frazadır, bu bir ifadədir. Mübahisə etmək deməkdir. Mübahisə etmək. Biz də bilirik ki, with nə ilə işlənir? Who ilə işlənir, düzdür? Ya who ilə işlənir, ya da what-la da işlənə bilər. İndi burada who olduğuna görə avtomatik biz who-nun bilirik ki, conjunction-ı nədir? With-dir. When-lə getməz, with getməz. When-lə how often-dan getməz, when-lə getməz, how-la getməz. Deməli, who ilə gedir. Ona görə də cavab avtomatik who-dur. Who did you quarrel with? Sən kiminlə mübahisə etdin? Who-ya görə biz orada with qoyuruq. Heç digər variantlara baxmağına dəymir. Çünki yenə də deyirəm, who nə ilə işlənir? With-lə uyğunlaşır, uzlaşır. Keçid alağın 7-ci testimizə. Were the trousers made by? Şalvar tikilib. By-dırsa təbii ki, kimin tərəfindən tikilib? Şalvar kimin tərəfindən tikilmiş olar? Why ilə by işlənməz, whose ilə işlənməz, when ilə işlənməz, how ilə işlənməz. By işlənir y, yəni E variantı ilə who ilə işlənir. Ona görə də avtomatik variant idi və who were the trousers made by? Şalvar kim tərəfindən tikilmişdir? Keçid alağın 8-ci testimizə. Were the soldiers attacked by? Attacked by yəni kiminsə tərəfindən hücum olunmaq deməkdir. Hücuma məruz qalmaq deməkdir. Kim tərəfindən hücuma məruz qalınıb. Yəni əskərlər kim tərəfindən hücuma məruz qalınıb. Ona görə də təbii ki, burada how olmaz. Avtomatik həm də by who ilə işlənir. Digərləri heç biri by ilə işlənmir. Ona görə avtomatik cavab elə B variantıdır. Who were the soldiers attacked by? Əskərlər kim tərəfindən hücuma məruz qalıb. Keçid alağın 9-cu testimizə. 9-cu testimiz were they waiting for? Wait for bildiyimiz kimi gözləmək deməkdir və for da təbii ki while ilə işlənmir, when ilə işlənir who və what-la. Kim? Who were they waiting for? Onlar kimi gözləyirdilər? What were they waiting for? Onlar nəyi gözləyirdilər? Variant is C. 10-cu testimizə keçid alağın choose the correct interrogative sentences. Doğru sual cümləsini seçməyimizi istəyir. Biz bilirik ki, sual cümləsi necə düzəlir? Birinci növbədə sual cümləsində, əziz abituriyentlər, birinci gəlir sual sözü, düzdürmü? Birinci gəlir sual sözü, sonra üstə gəl nə? Üstə gəl, deməli, auxiliary verb, yəni köməkçi feil, düzdürmü? Köməkçi feil. Üstə gəl mübtədamız üstə gəlməlidir. Mübtəda. Xəttim biraz pisdir. Qarışıq olur burada. M hərfi ilə yazdım. Bu da plusdur. Üstə gəl mübtəda. Üstə gəl əsas feil. Əsas feil. Düzdürmü? Ondan sonra isə gələnlər olur. İkinci dərəcəli üzvlər. İndi gəlin bu qayda ilə, bu düsturla gedəyin. When doğrudur, A variantına baxağın. When doğrudur. Will düzdür, gəlməlidir. Sonra you doğrudur, mübtəda. Aha, bax, üçüncü burada səhvdir. Burada olmalıdır nə?
Burada olmalıdır əsas feil. Varmı? Yoxdur. Ona görə də E variantı getdi. Geçən B variantına. When you will visit, təbii ki biz bilirik ki will keçməlidir burada nə? Cümlənin you'dan öncə. Ona görə də B də səhvdir. C-yə baxağın. When will visit you, when-dən sonra will gəlir. Bəli, doğrudur will-a qədər, amma sonra you will-dan sonra gəlməlidir. Çünki üçüncü gəlməlidir nə? Mübtəda. Birinci nə gəlir? Sual sözü. İkinci nə gəlir? Köməkçi feil. Üçüncü nə gəlir? Mübtəda. Dördüncü əsas feil. Beşinci isə bizim ikinci dərəcəli üzvlərimiz. Amma C variantında bu uzlaşma pozulub. Ona görə səhvdir. D variantına baxağın. When will you visit the Tower of London? Aha, elə budur da cavab. Çünki when doğrudur. Sual sözüdür. Bəli. Sonra will köməkçi feildir, doğrudur. Üçüncü gəlməlidir mübtədamız, you, doğrudur. Visit bizim əsas xəbərimiz, əsas feilimizdir, xəbərimizdir, doğrudur. Daha sonra isə the Tower of London. Deyir, sən nə vaxt London qəsrini yəni vizit edəcəksən, səfər edəcəksən, nə vaxt sən London qalasına səfər edəcəksən? Tərcümə belə gedir. Ona görə də cavab burada D variantıdır. Cavab D variantı. 10-cu testimizdə. Deməli, bildik ki, birinci nə gəlir? Sual sözü. İkinci gəlir mübtədamı, ikinci gəlir bizim köməkçi feilimiz, necə ki will gəlib. Üçüncü gəlir mübtəda. Dördüncü gəlir nə? Əsas feil. Beşinci də gəlir ikinci dərəcəli üzvlər. Bundan sonra da başqa üzvlər gələ bilərdi. Yəni ikinci dərəcəli üzvlər. Ona görə də variant is D. E variantda səhvdir. Ona görə ki, when-dən sonra will qoy, will-dən sonra mübtədası yoxdur. Fikir verin, burada will-dən sonra mübtəda gəlməli idi burada. Burada da gəlməli idi. Əsas feil. Amma heç biri yoxdur E variantında. Ona görə də E variantı da səhvdir. Tamamilə səhvdir. Keçid alağın 11-ci testimizə. Choose the correct interrogative sentence. Doğru sual cümləni seçməyimizi istəyir test. Biz dedik ki, sual cümləsi necə olur? Birinci gəlməlidir WH questions, when. İkinci gəlir nə? Yəni sual sözü. İkinci gəlir nə? İkinci gəlməlidir auxiliary verb. Auxiliary verbimiz məsələn bu cümlədə when began olmaz. When-dən sonra nə gəlməlidir bizdə? Do, does, did cümlə keçmişdirsə deməli did. Deməli avtomatik, əziz şagirdlər, E variantı səhvdir. Çünki when-dən sonra gəlib əsas feil. Bizə nə lazımdır? Əsas feil yox, köməkçi feil. Burada when-dən sonra did gəlib, doğrudur. When did you? Aha, did-lə began olmaz. Ona görə səhvdir B variantı. When you began olmaz. When-dən sonra yenə dedim, nə gəlməli idi? Köməkçi feil, amma gəlib nə? Mübtəda. Ona görə də səhvdir. D variantı. When did you begin? Nə? When did begin you? Yox, belə olmaz. Diddən sonra gəlməlidir mübtəda. Bax, mübtəda burada olmalı idi diddən sonra. Begin olmalı idi sonra. Bu isə tərs yazılıb, əksinə yazılıb. Ona görə səhvdir cavab. E variantına baxaq. When did you begin to collect stamps? Sən nə vaxt başlamısan markalar yığmağa? Did doğrudur. When-dən sonra gəlib nə? Köməkçi feil düzdür. You mübtəda doğrudur. Begin əsas feilimiz doğrudur. Ondan sonra gəlir ikinci dərəcə üzvlər. Bəli, E variantı doğrudur. 12-ci cavab E variantı. 12-ci testimiz choose the correct, yenə bizdən sual cümləsini seçməmizi istəyir. How often, yenə dedik, how often-dan sonra nə gəlməlidir? Bizim auxiliary verbimiz. Auxiliary verblər hansılardır? Do, does, did, shall, will, to be-lər, bunlar hamısı nədir? Auxiliary verblərdir, yəni köməkçi feillərdir. Biz bilirik ki, feillər ingilisində iki yerə bölünür. Köməkçi feillər və əsas feillər. Köməkçi feillər öncə sadaladıqlarım idi. Amma əsas feillər gördüyümüz bütün hərəkət bildirən feillər hamısı nədir? Məsələn, oynamaq, yemək, içmək, yatmaq, durmaq, oxumaq, yazmaq, bunlar hamısı nədir? Əsas feillərdir. Deməli, how often-dan sonra nə gəlməlidir? Köməkçi feil. Burada how often-dan sonra they gəlib səhvdir. Yenə they gəlib səhvdir. How often did doğrudur. How often did they right olmalıdır. Axı biz bilirik ki, didn't olan cümlədə wrote yox, right olar. Infinitivdə olmalıydı feil, amma burada keçmiş zamanla düşüb, ona görə səhvdir C-də. How often did write they yox, did they write olmalıdır. Niyə? Biz dedik axı, how often, yəni WH question gəlir, ikinci nə gəlir? Auxiliary verb, yəni
köməkçi feilimiz. Üçüncü gəlir nə? Mübtədamız gəlibdi. Right nədir? Right bizim əsas feilimizdir. Ona görə də əsas feil gəlmədi. Arxasıcısı gəlir nələr? İkinci dərəcəli üzvlər. Ona görə də i variantı doğrudur. I variantı doğrudur. Dəqiqə. D variantı da səhvdir. İşarələdik onu. Keçid alaq 13-cü testimizə. Eyni ilə 12-ci, 11-ci test kimidir bu da. Birinci gəlir nə? WH questions. How long? How longdan sonra nə gəlməlidir? Do, does, did bunlardan biri. Deməli, belə baxanda B-də your gəlib, səhvdir. Burada D-də gəlib lasted, o da səhvdir. How long did your nə? Niyə? How long did your journey? Burası düzdür, amma lasted yox da. Lasted yox, olmalıdır last. Ona görə səhvdir. How long did last olmaz. How long did your journey last? Sənin səyahətin nə qədər müddətdir davam elədi? Nə qədər zaman davam elədi? How long, sonra gəlib auxiliary, sonra gəlib mübtəda, your journey, sənin səyahətin. Yəni, cavab i variantıdır. Ona görə də 11, 12 və 13-cü testlər ilə eyniymiş cavablar. I variantıdır. 14-cü testimizə keçid alaqın. 14-cü testdə how computer did you usually use? Deyir, necə kompüter istifadə edirsən adətən? Belə cümlə düz deyil. How computer olması olsaydı what kind of computer olardı? Necə? Hansı cür kompüter düzdür? Ona görə how tam səhvdir. Who, kim kompüter istifadə edirsən? Kimə kompüter olmaz? Niyə kompüter istifadə edirsən? Kimin kompüteri istifadə edirsən? Sən kimin kompüterini istifadə edirsən? Ona görə D variantı doğrudur. O birlər heç tərcümə ilə də uyğun gəlmirlər leksik cəhətdən. 15-ci testə baxağın. Of the girls made a journey to France. Qızlardan niyə olmaz, nə olmaz, hara olmaz, hansı olar da? Qızlardan hansı Fransaya səyahəti təşkil etmişdi? Fransa səyahəti hazırlamışdı, təşkil etmişdi. Təbii ki, which olar, cavab which olar, C variantı olar. 15-ci testi. 16-cı testimizə baxan. Did his parents punish him? Valideynləri onu tənbih etdilər, cəzalandırdılar. Nə cəzalandırdılar olmaz, kim cəzalandırdılar olmaz, niyə cəzalandırdılar olar, düzdürmü, niyə? Bir də nə zaman olar da? Nə zaman cəzalandırdılar? Kim cəzalandırdılar olmaz axı? Kim varsa burada necə mübtəda ola bilər, düzdür? Ona görə də onda gələk mübtəda düşsün ki, orada who-nu qoya bilək biz birinci cümləyə. Amma burada mübtəda olduğuna görə, ona görə də səhvdir. Mübtəda hansıdır? Onun valideynləri. Kim valideynləri? Burada mübtədadır. Gələk onda valideyn sözü düşməli idi cümlədən. Biz orada who-nu qoya bilək. Ona görə də səhvdir 4-də. Cavab deməli 1-3 C variantı. 16-cı testin cavabı C-dir. Keçid alağın 17-ci testimizə. 17-ci testimizdə where wished Edward to work? Bu da eyni ilə yuxarıdakı cümlələr kimidir. Birinci gəlməlidir nə? Sual sözümüz where. Birinci gəlməlidir where. İkinci yerdə gəlməlidir auxiliary verb. Burada amma gəlib nə? Əsas feili wish səhvdir. Burada Edward mübtəda gəlib səhvdir. I variantıda. Where did Edward? Belə getməlidir və ya does da olardı. Amma doesdan sonra burada wishes yazılıb. Ona görə də səhvdir. C variantıda. Where bir dəqiqə belə düzəldim. Where did Edward wish? Wish olar. Təbii ki, wish də olmaz. Çünki biz bilirik ki, əgər did keçmişdədirsə, təbii ki, feil olmalıdır ki, indiki zamanda da wished səhvdir. Cavab B variantıdır. Where did Edward wish to work? Edward harda işləməyi arzulayırdı daha doğrusu keçmiş zamanda. Edward harda işləməyi arzulayırdı. Variant is B. Keçid alağın 18-ci testimizə. When did olduğuna görə təbii ki left olmaz, avtomatik səhvdir. When did you left? Did-lə left olmaz, ona görə B də səhvdir. When you olmaz, when-dən sonra gəlməlidir. Auxiliary verb yoxdur. When did you leave? Və bu doğru cümlədir. When did you leave the center? Sən mərkəzi nə zaman tərk etdin?
When left olmaz. When-dən sonra əsas fiil gəlməz. Ona görə variant is D. 19-cu testimizə keçid alağın. When did you buy these stockings? Sən bu stocking uzunboğaz corablardır. Biri var qısa corablar, biri də var uzunboğaz corablar. Ona görə də burada doğrudur. When did you buy olmalı diddən sonra. When-dən sonra you gəlib səhvdir. Gəlməli idi nə? Auxiliary verb, yəni köməkçi fiil. Ona görə səhvdir. B, C-yə baxağın. When did you didlə bought olmaz. Ona görə də C də səhvdir. When these stockings. When-dən sonra yenə deyirəm auxiliary verb gəlməlidir. Burada auxiliary verb gəlib, amma ki bought gəlib. Buy olmalıdır. When did you buy? Həm də you-su yoxdur. Diddən sonra you olmalıydı. Ona görə cavab A variantı. When did you buy these stockings? Sən bu uzun boğaz corabları hardan almısan? Daha doğrusu nə vaxt almısan? Sən bu uzun boğaz corabları nə zaman almısan? When nə zamandır? When kimi gördüm bir anlıq. Keçid alağın 20-ci testimizə. When did the performance began? Performans nə zaman başlayıb? Yəni when-dən sonra did gəlməlidir. Ona görə də B variantı səhvdir. D variantı səhvdir. E variantı səhvdir. When did the performance begin? Began yazılıb səhvdir. E variantı səhvdir. Cavab C. Çünki biz dedik ki did olan yerdə begin olmalıdır. Infinitivdə olmalıdır cümlə. Variant is C. 20-də də cavab C variantıdır.